Blok suallarının izahına davam edirik və indiki izahımız təbii ki, ikinci cəhd üçündür. Bu sualda deyim 20 sınaq 3-cü qrup kitabından götürülmüşdür. Üzərində rəqəm yazılmış sözlər əsasına uyğunluğu müəyyən edin. Biz burada üzərinə rəqəm yazılan iki söz görürük. Bir görürük bir sözünü, bir də görürük ki sözünü. Bir üzerine 1 yazılmıştı. 2'nin üzerine ise 2 yazılmıştır. Əvvəlcə biz baxaq hansı nitq hissəsidir. Bir buna baxsana. Bu nədir? Ədatdır. Millət elə nurdur ki, onun qarşısında zəncirlər əriyir, taxtac yanıb kül olur. Dedikdə isə ki, bağlayıcıdır. Çünki özündən sonra vergüldə işlənib və tabiri mürəkkəb cümlə yaradıb. A bəndi yerinə görə əsas nitq hissəsi ilə amonim ola bilər. Əsas nitq hissəsi ilə amonim ola bilən bir sözüdür. Bir sözü say ola bilər, bəzən də zərf ola bilər. A bəndi aiddir birə. B bəndinə baxaq. Cümlə üzvü kimi işlənib? Biz hər ikisinin qarşısına nitq hissəsini yazdıq. Ədat və bağlayıcı təbii ki, cümlə üzvü ola bilməz. Ona görə B bəndi ümumiyyətlə səhvdir. Keçək C bəndinə. Köməkçi nitq hissəsi ilə amonim ola bilir. Köməkçi nitq hissəsi ilə amonim ola bilən ki sözüdür. Çünki ki sözü həm bağlayıcıdır burada, həm də ədat ola bilir. Ona görə də bunun qarşısına yazırıq C bəndi. Sonra D bəndi əlaqələndirmə vasitəsidir. Əlaqələndirmə vasitəsi nədir? Cümlələr, sözlər arasında əlaqə yaradır. Bu da bağlayıcıya aiddir. Bağlayıcı da burada ki olduğu üçün ki'nin qarşısına yazırıq, həm də D bəndi. Sonra Y bəndi sözün təsir gücünü artırır. Sözün təsir gücünü artırmaqda ədatın tərif olduğu üçün onu da birin qarşısına yazırıq təbii ki. Cavabımız nə oldu? 1 A, Y, 2 C, D. Burada da cavab uyğun gəlir 1 A, Y, 2 C, D, Y bəndinə.